Gəncədə 9 may Qələbə bayramı ilə bağlı şənliklər ilk olaraq İsrafil Məmmədovun abidəsini ziyarətlə başlayıb. Bu da təsadüfi deyil. Axı İsrafil Məmmədov Azərbaycanlılar arasında ilk Sovet İttifaqı qəhrəmanıdır. Böyük Vətən müharibəsi başlayan kimi cəbhəyə atılan İsrafil elə ilk döyüşlərin birindəcə 1941-ci ilin dekabrında Novqorod ətrafında tək başına 70 nəfərdən çox faşisti məhv etdiyinə görə Sovet İttifaqı qəhrəmanı adı alıb. Sonra döyüşlərin birində yaralanıb. Hospitaldan sonra o, vətənə qısa müddətli görüşə gəlib. Bu günün xronikasında İsrafilin doğma yurtda qarşılanması tarixə həkk olunub. Sonra yenidən cəbhəyə qayıdan qəhrəman daha bir neçə dəfə yaralanıb və bu yaraların təsirindən qələbədən bir il sonra vəfat edib. İlk qəhrəman İsrafil Məmmədov elə burada özünün də tez-tez seyrinə çıxdığı qədim Sərdar bağında dəfn olunub. Qələbə günü bayramında qəhrəmanın ev muzeyində də xüsusi canlanma müşahidə edilir. Qohumları və sadə vətəndaşlar İsrafili bir daha yad edirlər. Tanıyanları və qohumları İsrafilin olduqca vətənpərvər, eyni zamanda çılğın bir oğul olduğunu deyirlər. Həmişə ədaləti müdafiə edən İsrafil Gəncədə özünü düzgün aparmayanları hətta tez-tez döyürmüş də. O istəməzdi ki, bir dənə xalqına bir adam bir söz desin. Ona görə də xalqına bir kəmir söz deyən kimi o, onlarla davaya qalxmağa hazır idi. Bu ev muzeyində ilk qəhrəmanımız ilə bağlı xeyli əşyalar, sənədlər, şəkillər var. Buradaca qeyd edək ki, İsrafil Məmmədov elə döyüşdüyü yerlərdə evlənib və onun iki əkiz qızı Qalina və Svetlana dünyaya gəlib. Onlar Sovet dövründə tez-tez atalarının qəbrini ziyarətə gəliblər. Hazırda onların neçə-neçə övladları, yəni İsrafilin nəvələri də var. Əlaqədar qurumlar onları axtarıb taparaq bu qırılmış ənənəni bərpa etmək haqqında düşünsələr pis olmazdı. Gəncədə isə onun yaxınlarının övladları qəhrəmanın adını həmişə ucuz tuturlar. Bu şeiri söyləyənlər də elə İsrafilin bacısının nəticələridir. İsrafil tək sevək Azərbaycanı, qoymayaq yurdumuza namərd yadları. var olsun xalqımın iç qəhrəmanı. Zakir Muradov, Nazim Quliyev, Gəncə Space.